Hansısa böyle qara güdələ yapırlar, böyle gic. Real Madrid meydanda bir hədəfə köklənmiş 11 nəfər deyil. Çünki Barcelona və Atletico Madrid Hetafe ilə zaten xal itirəcəklər. Bir dənə Tupoy oyunçu var Milan heyətində. Dünyada indi Alvarez'dan yaxşı futbolçu yoxdur bura. Simeone ilə Conte'nin belə Benzema salfetka eləmişdi Zidane Benzema'na. Ekvadordan gəlib, bilmirəm, hansı narkotrafiklə zaten nəfəsə düşüb Avropaya bilmirəm. Bu mövsüm Barcelona'nın yeganə rəqibi öz müdafiə xətti. Qoydular da Real'a, nə danışaq? Xahiş edib ki, Allegri sən rep nazarında hələ ki saxla, streamlərə də çıxma. İndiki camallar necə fikirləşirlər? Müdafiəçi çox gol vurursa ona görə ən yaxşı müdafiəçi oldu. Yəni yox. Viyana derbisi idi. Rapid Viyana, Avstriya Viyana. Sonra deyir ki, tenisi baxaq. Hə, cəmaət Avstriya çempionatına baxır. Viyanaya Osmanlılar bu qədər dəyər yükləməmişdilər. Get vara bax. Hala. Ani var tibi. Yapışdıram da Conte'ye. Dən moment lazım deyil mənə biraz. Futbolun başını buraxın, əsas Vucelat. Все, мы начинаем. Bəli. Поехали. Bara-bara-bara-bara-bara. Pam pam. Bam. Ələkbər abi, necə hissiyatı olmaq? Çox gözəl bir hissdir. Hə? Sizə də Bir dənə sağ əli mənim başıma elə. göstərəm. mən Hələ tezdir. Tezdir. Tezdir Topu oradan. tut bura. Mən ümumiyyətlə Bax istəmirsən? ciddi evlənmək kimi də bir planım yoxdur. Nə O da gəl ikinci dəfə sənə eləyim. Nə deyirlər onlara? Şeydir, uşaq istəməyən insanlara. Yox, mən ümumiyyətlə evlənmək istəmirəm. Yox, hayır, o sözü soruşuyorum. Bilmirəm. Uşaqafobiya. Niye? O adı var ya onun ne? Child free. Yes. Hə. İndi gəlin Azərbaycanla tapın bunu. Yox, mənim bacım oğlu bir il əvvəl, Hə. bilmirəm, bəlkə də səhv edirəm bunu. Anası atası bəlkə də deyəsə ki, niyə belə bir şey eləyirsən? Mən biraz onu o baxımdan sahiblənmişəm deyə o uşağa fokus oluna biləcək şeyləri ancaq ona fokus eləmişəm deyə uzun müddətli perspektivdə elə bir niyyətim yoxdur. Təbrik edirik bir də Ələkbər abi. Tortuvu kəs, sonra keçək bizcə Qərb Ekspresdən. Təntənəli sürətdə. Belə elə ki, görsənsin. С днем рождения меня, с днем рождения меня, с днем рождения, с днем рождения меня. Burat tortu qəsdən belə bu rəngdə almısan? Mən Mən almışam ha. Atletico Madridin şərəfinə. Julian Alvarez'in qolu kimi, yağ kimi getdi. başlayaq onda futbollara. Əlindəki formadan da təxmin edə biləcəyiniz üzrə La Liqadan başlamaq istəyirik. Müəllim keçən dəfə bir dənə güclü yenə proqnozlarından buraxdı, həmişəki Samuel Nə proqnozlarından. deyib? Bir Real bu il çempion. Bunun heç nə dəyişmir axı. Real da Bir oyundan aldı, Ya bir sən oyundan. bir oyuna görə niyə belə deyirsən? bir oyun məsələsi deyil. Gəl mən sənə deyim. Bu oyundan əvvəl də belə bir statistik oxumuşdum ki, Real bu mövsüm meydana çıxdığı 7 oyunun hər birində fərqli bir 11-liklə çıxmışdı. Bu oyunda da elə bir oldu. Bu oyundan sonra mən bilmirəm siz baxmısınız yoxsa yox Barcelona haqqında danışacağam çünki baxmışam deyə qoydum danışım. Orada bir paralel yaparacağam. Mənim Real'la, xüsusi daha doğrusu Xabi Alonso'nun Real ilə bağlı ən böyük narahatlığım və problemim ondan ibarətdir ki, Real Madrid meydanda bir hədəfə köklənmiş 11 nəfər deyil. Okay. Məşqçi toxunuşu yoxdur. Qələbə olan bütün oyunlarda fərdi pərakəndə oyun var və o qələbələr fərdi oyunçu ustalıqları nəticəsində əldə olunmuş qələbələrdir. Ona görə də 7 dənə fərqli heyət çıxardım da. Bəli. Hələ ki məşqçi işi deyirsən, görsənmir. Bu adam da cürbəcür oyunçuları sınayır. Yox, mən bu oyunda gördüm məşqçi işini. Necə gördüm? Okey, hesab 3-2 olmuşdu, amma oyunda bir gol və bir asistlə yadda qalmış Arda Güler oyundan çıxartdı. Hansı ki tam hazır olmayan Jude Bellingham var idi meydanda. Niyə onu Sarısı var idi, çıxartmadı? ona görə mən də çıxartdım. Niyə onu çıxartmadı və Arda Güler oyundan çıxandan sonra Real belə vəbşə süfrədən iraq patır-patır buraxa getdi paraya. Mən sizə bir söz deyim. Mənim proqnozum ona əsaslanıb ki, mən proqnoz deyəndə də onu demişdim ki, Real zəif komandalarla xal itirməyəcək. İtirdi də çoxdur. Hansı zəif? Atletico Madrid zəif komandadır. Bu mövsüm ha? Ay yox. Ya bu mövsüm Atletico Madridin güclü komanda, 2 komanda var da cəmi. Biri Barcelona, biri Real'dır. Şok qutardı, getdi. Yox, meydandakı oyun baxımından. Meydan Villarreal utdu Atletico Madrid. Atletico Atletico yavaş qalxır da. Kim qaldı? Atletico Bilbao var. Atletico Bilbao Real Madrid. Kaç dənə ikili standartdır. Yeni iki dəfə veriliş əvvəl deyirdi ki, Diego Simeone futbolu qutarıb göndərməyə lazımdır. Qutarıb da göndərmək lazımdır, prosta indi udub da. Hadi onu zəifdir də fakt. Yo, zəifdir. Niyə zəifdir? Atletico Madrid granddır, brat. O zəif. Mən komanda oyunda Söhbətimiz edin. Brat. Mənə. necə oyun oynayırlar, nə də mən onu demirəm. Vərəqdə deyirəm. Vərəqdə İspaniyada güclü komandalar biz sayırıqsa, top komandalar biz sayırıqsa, bu 3 komandadır. Onlardan ikisindən uduzdu, 4 oyun uduzdu. Onların hegemoniyası davam edir, hə, düzdür? Hegemoniyası. Onları uduzdu. 2 dənə Barcelona uduzdu, 2 dənə Atletico Madrid uduzdu.
Heç kim uduzmasa Real çempiondur. Çünki Barcelona və Atletico Madrid Hetafe ilə zaten xal itirəcəklər. Çünki Real Madrid çox pragmatik bir futbol oynayır. Sən demişkən, Xabi Alonso gəlib və başa düşür ki, burada ancaq ulduzlardır. Və onların egosu, yəni mən Mbappé'yə baş sala bilmərəm ki, mən Xabi Alonso, mən nə deyirəm, sən onu elə. Mən onu bir podxod tapmalıyam. Və ona görə pragmatik oynayır. Necə ki Zidane eləmişdi. Zidane da pragmatik girişmişdir Reala. Zidane demədi ki, mən gələcəm, amma belə mən məktəbdə belə görmüşəm. Belə oynamalısınız, belə eləməlisiniz. Baxdı ki, Ronaldo belə istəyir, Benzema belə istəyir. Kimə gücü çatırdı misal üçün söz deməyə. Başa düşürdü ki, o inciməyəcək. Güc söhbətində deyil. Bu Guardiola eləmirdi. Hələ Guardiola eləmirdi, brat. Conte-lıq eləmirdi. O gəldi baxdı ki, bu burdadır, bu burdadır. Ronaldo liderdir. Gəl mən Ronaldo-dan ayrı danışım, bunlarla ayrı danışım. Benzema ilə ayrı danışım. Benzema salfetka eləmişdi Zidane Benzemanı. Deyirdilər, Zidane elə bir bunun atası da hər yerdə oynadı. Çünki Benzema yəqin yeganə futbolçu idi ki, razılaşırdı ki, mən bu yerdə oynayıram. Bir dənə də Xamesdən alınmadı. Amma Xames nə qədər də egosu olsa, yəni Xames Real Madriddə heç kim idi. Yəni biri var Ronaldo, biri var Modric, biri var. Modric qulaq asandı, Kroos qulaq asandı çünki Zidane bunların kumiridir uşaqlıqdan. Yox, total olaraq o Realın heyətində Zidane'ın qabağında ego söhbəti eləsə adam yox idi. Yox, söhbət ondan gəlir, eləsi yox idi, eləsi var idi. Cristiano Ronaldo'nun statusu artıq çox böyük bir statuslu oyunçu idi. Yəni Zidane karyerasını bitirəndən sonra Cristiano Ronaldo erası başlamışdı, Ronaldo Messi erası başlamışdı. O başqa vəziyyətdir. Sadəcə Zidane nə bilim onlara bir yol tapdı danışmağa. Eynisini məncə və Xabi Alonso həmin komandada həmin komanda yox idi. Amma Xabi Alonso formasını geyindiyin Xabi Alonso istər-istəməz yəni Zidane'la hardasa oynayıb da hansı illərə düşüb, yəni o vaxt o pokoleniya adamıdır. O başa düşüb ki, yəni mən gələcəm. Mən Bellingham'ım, Mbappé'yə, tüm belə orada Vinicius da var. O da çox danışandır. Mən onları niyə spor eləyim, mən niyə nəsə sübut eləyim. Mən onları hamını oynayacağam, amma pragmatik bir futbol oynayacağam. Nə şiş yansa, nə kebab. Məsəl üçün Benitezdə şiş də yandı, kebab da yandı. O heç əti şişə taxa bilmədi məncə. Yox, taxmaq istəyirdi. Sadəcə o bəzi ətin bəzi Kömür tapmadı sadəcə olaraq. Sokları imkan vermədi ki, mən bu şompuru istəmirəm. Yəni o söhbət var. Xabi Alonso başa düşdü ki, yəni mən burada qalmaq istəyirəm. Mən öz işimi göstərmək istəyirəm və mən hamıya göstərmək istəyirəm ki, mən top məşqçiyəm. Amma ən azından ilk mövsümdə mənə bir titul lazımdır. Və bu titulu Real Barcelona ilə və Atletico Madrid ilə qazandırmırsan komanda. Sən bu titulu Hetafe ilə oyunda, Rayo Vallecano ilə oyunda, nə bilim Valencia ilə oyunda, belə komandalar uda udursan. Həmçinin Diego Conte'nu götürək. Conte da Diego Conte. Oradan çıxdı ala Diego Conte. Simeone ilə Conte mix eləyib buraxdı ortalığa. Nəysə, məncə çox Antonio Simeone. Conte'nu da götürsək, Conte da yəni çempion olmuş komandalarda, yəni çox vaxtı liderlərə uduzurdu, amma çempion olurdu. Yox, mən bu oyundan çox uzaqlaşmaq istəmirəm. Gəlin, okey, mənlə burada qoydular da Real'a, nə danışaq? Okeydir, nəyə görə qoydu? Harda quşlar Nəyə Real sizcə? qoydular? Çünki Blas Alvarez brat. Hal-hazırda ən güclü futbolçu Alvarez. Dünyada indi Alvarez'dan yaxşı futbolçu yoxdur brat. Görəsən Pep belə arada bir nostaljiya da alıb fikirləşir ki, mən satdım. Pep sadəcə Alvarez'ı yer tapa bilmir. Alvarez yer tapa bilmir. Yox, Alvarez haqqındakı ən yaxşı futbolçu da hələ ki onun sezon Hal-hazırda deyirəm, indi baba 2 gün ərzində də 6 bazar. Neçə 6 oyun ərzində. Bilmirəm. Alvarez əjdahadır brat. Çox underrated. Yaxşı, ən güclü olmasa da çox underrated futbolçudur. O hardasa razıyam, amma bu biraz mənə çox sən şərhin nəyə xatırladırsa, problemin səbəbinə enən bir şərh deyil də. Okey, mən də razıyam. Alvarez möhtəşəm oynayır, amma Real müdafiəsinin səhvləri də var idi axı. Məsəl üçün Den Huijsen'i nəyə görə gətirdilər Real Madrid'ə? Buradan başlayaq. Xabi Alonso biz keçən verilişlərdə danışanda demişdik ki, illərdir kontrataka futbol oynayan Real Madrid'ə biraz gegenpressing, biraz total futbol qarışığı bir futbol oynatmaq istəyirdi. Hansı ki Leverkusen-də eləyirdi. Onun üçün Den Huijsen lazım idi buna, arxadan topla başlamaq falan. Biz Den Huijsen'dən nə gördük? Sörloth saldı çıxartdı. Mən sənə bir söz deyim, orada problem Den Huijsen'də deyildi. İkinci müdafiəçi kim idi? Militao 45-də Militao getdi də sonra. Militao 45-də əvəzlədi də şeylə Raul Asensio. Aysa. Den Huijsen Amma onun 5 qolun 3-ündə Huijsen səhvi var. Çünki onun funksiyası o deyildi. Onu Sörloth'u tutmalıydı Militao, Huijsen tutmalıydı Alvarez'i. İndi bilmirəm əvvəlində Xabi bunu fikirləşmişdi, yoxsa oyun ərzində belə alındı və Sörloth'la Alvarez tez-tez mövqeyini dəyişirdilər. Çünki Den Huijsen
Bournemouthda oynayanda hansı ki orada fiziki futboldur İngiltərədə, hamı Naveslərlə oynayır, orada ucaboy futbolçular çoxdur. Dean Huijsen həmişə balaca boy futbolçulara qarşı oynayırdı. Onun naparniki Zabarni idi. Hə. Və Zabarni bütün yuxarı topları yeyirdi. Dean Huijsen yuxarıda oynayan oyunçu deyil. Dean Huijsen ayaqla oynayan müdafiəçidir. Okey, bu ilə Orada razı. Rudiger olsaydı, bəlkə də bu qədər o şey problem olmazdı. Amma Militao yaxşı müdafiəçi deyil. Militao Reala necə düşüb mən bilmirəm hələ də. Tapşın. Asensio ki akademiyadır, məcbur olaraq düşdü orada. Amma Militao düşməməli idi orada. Militao heç vaxt Real səviyyəsində top səviyyəsində futbolçu deyildi. Militao maksimum Bayer Leverkusen'da oynaya bilərdi, Dortmund Borussia'da oynaya bilərdi, West Ham'da oynaya bilərdi. Amma Real Madriddə yox, nə bilim Barcelona'da yox, Manchester City'də yox. Yəni Militao yaxşı müdafiəçi deyil. Ümumiyyətlə Braziliyalı yaxşı müdafiəçi çox redki alınır. Yəni çox nadir Xüsusilə hallarda. mərkəz. Thiago Silva, Marquinhos son nə bilim Lucio zaten. 20 il ərzində Thiago Silva ilə Marquinhos'u biz deyə bilərik. Mərkəz müdafiəçi. Biz David Luiz'i biz gördük də. Yəni o gol vururdu elə bilirlər ki, indiki cavanlar necə fikirləşirlər? Müdafiəçi çox gol vurursa ona görə ən yaxşı müdafiəçi oldu. Yəni yox. Müdafiəçinin işi pozisiyadır. Pozisiyanı saxlaya bilirsə, o qutardı getdi. Huijsen də oyuna baxanlar da bilir. Sörlotun vurduğu gol, Sörlotun yaratdığı avantajlar zaten Huijsen prosta sadəcə bunu bacarmır. Çünki bu onun funksiyası deyil. Ya Simeone əla analiz edib hər şeyi və bunu göstərib ki, Alvarez ümumiyyətlə hücumçu funksiyanı yerinə yetirmirdi. Halbuki iki hücumçu ilə çıxmışdı. Əlbəttə. Alvarez bəlkə də fikirləşib ki, Militao'ya Huijsen fikirləşir ki, Militao sən daha sürətlisən, sən Alvarez'ın dalınca düş. Amma Alvarez o dərəcədə arxada oynayırdı ki, Militao istər-istəməz Alvarez'ın yanına gəlirdi və ona görə də Sörloth üçün çox böyük boşluq yaranırdı. Yəni Sörloth elə bir Haaland boyda adamdır da burada. Alvarez ümumiyyətlə inside winger oynadı. 10 nömrə oynadı mərkəz hücumçunun arxasında. Hətta 8-ə də gedir, gəlirdi. Mərkəz yarım müdafiə. Alvarez çox hər tərəfli oynadı. Alvarez Ya bu oyun zor idi. möhtəşəm. Doğrudan zor idi. Ondan qabaqki də oyun zor idi. Bu sezon ümumiyyətlə Alvarez çox Hələ ki Çok yaxşıdır. əladır bura. Davamı gəlsə. Hə, davamı Sadəcə gəlsin. Alvarez, yəni Simeone'un komandasına düşməməli idi. Simeone onu çox sevir. Hər dəfə tərifləyir, hər dəfə oynadır. Bütün oyunu Alvarez üzərində qurub, Griezmann keçib Ki bir reportajda da demişdi ki, Messi ilə müqayisə olunana qədər, yəni duel Alvarez və Messi olana qədər mənim üçün istənilən dueldən yaxşı futbolçu Alvarez. Alvarez həqiqətən Alvarezin ştrafları, uzaqdan zərbələri. Zordur. Alvarez hər şeyi bacarır. Sadəcə Alvarez indi bilmirəm hansı məşqçilərə düşməlidir ki, Alvarez qızıl topa namizəd olsun. Onun üçün Barcelona istəyir də onu. Aysa, bax, Flick. Hə. Alvarez Flick'in əlinə ver. Əlinə ver. Yəni Flick'in əlinə vermə. Alvarez Flick'in əlinə ver. Yamal, Alvarez, Rafinha. Bu bilirsən nə olacaq bura? Bu bilirsən nə olacaq? Big Bu flick. dəhşət bir şey olacaq. Big flick. Okey, mən bir yekun eləyim, sonra keçəcəm Barcelona oyununa. Mən elə gəlir ki, bu mənim şəxsi qənaətim. Sən Real Madridə xüsusilə Xabi Alonso'nun şeyinə belə çox optimist yanaşırsan. Bu dediyin situasiyalar başa düşülərdi. Nə bilim, hardasa Arsenal'da olsaydı, bu Manchester City'də olsaydı, nə bilim PSG-də olsaydı. Amma Real Madrid o klub deyil ki, sənə o qədər şansı versin. Real Madrid okey, müəyyən bir inqilabi dəyişikliklər eləmək istəyir, amma mən yenə nəticə etibarilə inanmıram ki, bu 20 tur ərzində də yenə Real belə meydanda davamlı bir sistematik futbol göstərməsə, Xabi Alonso'nun elə bir gələcəyi olmayacaq Realda. Real nə vaxt sistematik futbol göstəriyor bura? Göstərməyib, amma Xabi Alonso'nun gətirmə səbəbləri odur ki, artıq göstərsin. Bunu yaddaşlarda məncə saxlamaq lazımdır. Bu screen kimi. Bu sözü. Bu qalsın. Murat, mən sənə bir söz deyim, yəni Real heç nə gözləmirdi. Xabi Alonso yəqin deyir ki, mən sistem quracağam, mənə vaxt verin. Bu ulduzları əlləşdirmək var axı bura. Hərənin bir egosu var. Gəlib Xabi Alonso deyir ki, sən oynamayacaqsan, belə oynayacaq. Elə olmur axı. Nə oldu? Rodrigo'nun bir-iki dənə oyunda zamanda saxladı. Rodrigo dedi ki, mən gedirəm klubdan. Rodrigo keçən ildən deyir də gedir. Vinicius oradan. Bax indi misal üçün bu oyunda Vinicius meydanda idi. Yenə sən deyirsən ki, Xabi Alonso sistemindən keçdi, çıxdı, yəni sastav dəyişir falan. Xabi Alonso onu qəsd nə eləyir? Yəni göstərdi də Vinicius salda oynadı. Oynadı Vinicius. Nə oldu? Ucuzduq. Sən zamendən çıxanda biz udurduq. Deməli sən mənə zamendən lazımsan. Necə ki Zidane, Ronaldo söhbəti, Marata'nı necə oynadırdı, Ronaldo inciyirdi. Amma sonra Ronaldo sezonun axırında o dalbadal Çempionlar Liqası play-offunda 17 gol vurdu. Sonra gəldi Zidane sağ ol dedi. Və belə şeyləri biz sonradan başa düşürük. Nəinki biz futbolçular özü. Patrick Vieira bu yaxınlarda deyib ki, mən Mourinho'da zəhləm gedirdim, Mourinho Interə gələndə. Və mən qışda getdim. Onlar sonra yarım ildən sonra treble qazandılar. Və mən indi məşqçiyə və başa düşürəm niyə Mourinho mənə bunu deyirdi. Çünki o məndə nəsə başqa şeyləri görürdü, hansılar ki mən görmürəm, çünki mən futbolçuyam.
Və sadəcə mən biraz egolu futbolçu idim və deyirdim ki, Mourinho sən kimsən, məndən istəyirsən. Yəni o söhbətlər var. Yəni indi futbolçular bəzi futbol mən inanmıram ki, məsələn Vinicius nəsə başa düşsün, yəni illər sonra belə. Amma hər şey ola bilər də. Yəni Rodrigo inanıram ki, başa düşər. Çünki bir nə var söhbət, düzdür. İndi futbolçu bunu bacarırsa, Ancelotti kimi, Ancelotti'nin taktikası nədir? Futbolçu nə bacarır? Hə, elə də oynadıram onu. Ona başqa heç nə öyrətmir. Ancelotti yalnız futbolçuya inan verə bilir. Düzdür, 1-2 dənə olur, məsələn Vinicius, Ancelotti'nin toxunuşları ancaq Ancelotti'nin komandasında işləyir. Ancelotti'nin toxunuşları var idi Kakanın üzərində, bu da ancaq Milanda işləyirdi. İndi də Vinicius ancaq Realda işləyir. Məsələn, Braziliyaya gedir, Vinicius necə... Amma Kaka Braziliyada liderlərdən biri idi. İmkan vermədi Dunga, sağ olsun. Dunga imkan vermədi, bəlkə də ola bilərdi. Görmədi, sonra məzədələndi, biz uca görmədik onu. Şimdi söhbət nədən gedir? Vinicius gedir Braziliya millisində və Braziliyada makaka olur burada. Topu hardan gəldi? Braziliya millisi son illərdən total olaraq makakadır da. Çünki məşqçi yoxdur burada. Məşqçi yoxdur. Məşqçi də yoxdur, komanda da yoxdur. Orada yeganə oyunçu var ki, yəni ciddi yanaşır öz işinə, bu Rafinhadır. Hə. Və gör nəyə çatıb ki, indi Rafinha, indi Rafinha belədir də, indi ulduz statusu qazanır. Amma bir il ərzində Rafinha gelirdi, Vinicius üstə qışqırırdı. Yəni çünki başa düşürdü ki, yəni siz niyə Vinicius olur? Bəlkə biraz sistemli oynayaq, bəlkə nəsə. Jogo Bonito yəni okey də, indi Pele gəlib Jogo Bonito eləyirdilər, amma hamını qazlayırdılar da. Biz Jogo Bonito eləyirik, gəlirlər bizə soxurlar. Ekvadordan zaddan gəlir bizi udur. Yəni o söhbət var. O dediyin o toxunuşlar falan indi biz bəlkə də bir ildən sonra görəcəyik onu. Yəni bunu zaman göstərəcək. Keçən də Barselonaya çox uzun danışmışıq. Baxdınız siz Barselona oyununa? Mən baxdım. Mən həzz aldım açığı. Mən baxdım. Fəz aldım, o heç. Yamal da çıxdı. Bir dəqiqədən sonra assist elədi O Lewandowskiyə. heç. Bir dənə də gol vurdu, amma məncə orada gol idi, onu saymadılar. Çünki uzaqda razıyam, məncə o Zaşnik şeydəydi, offside-daydı. Pozurdu yəni daha doğrusu. Hə. Amma orada bir moment var idi ki, Barcelona kala momenti vardı. Lewandowski'nin o tirə vurdu qayıt. Amma bir dənə qorxu hissi var idi ki, Sociedad indi nəsə vuracaq. Çünki Barcelona o qədər vurmadı öz momentlərini ki, Sociedad kontratak polni nəsə bir dənə 2-2 Levi bir şeylə eləyə bilərdi. Statistikanın bunu dəstəkləyim. XG olaraq 3.01 XG Barcelona'daydı, 0.74 də Real Sociedad'daydı. Bizim bir izləyicimiz var, Şəfi izləyirsə salamlayıram, sən də tanıyırsan onu. Keçən dəfə oyunla WhatsAppda, Instagramda danışan odur Barcelona azarkeşin. Ona da bu söz dedim ki, bu mövsüm Barcelona'nın yeganə rəqibi öz müdafiə xəttidir. Barcelona'nın buraxdığı o gol epizodu da Barcelona'nın total müdafiə xəttinə. Burada offside ola bilər də amma əslində. Tək Kündəni demirəm. Hə, mən də ondan şübhələndim. Tək Kündəni demirəm. Bütün Barcelona'nın müdafiə xəttinin huşsuzluğundan buraxılmış bir gol idi. Orada Kündənin də səhvi var, orada Araujo'nun da səhvi var, orada Christensen'in də səhvi var. Yəni bütün müdafiə xətti elə bir risk dedi ki, bir dənə quş buraxaq Real Sociedad'ı vursunlar, 1-0 arxaya düşdülər. Amma oyun olaraq xüsusilə Yamal, sonra Lewandowski falan oyuna girəndən sonra Barcelona elə bir prosta su kimi idi, axırdı. Oyunu idarə edirdilər və Real Madriddə bayaq dediyimə paralel aparacağam. Mən görə bilmədiyim şey odur ki, Barcelona'da 11 nəfər futbolçu bir sistem daxilində bir hədəfə işləyir. Realda hələ ki bu yoxdur sadəcə. Flick'in birinci yarım illiyində də deyirdilər ki, başa düşmür nə edir. Və misal üçün əlbəttə o iki futbolçunu müqayisə eləmirəm. Yamal möhtəşəmdir. Amma Roni Barca'da oynadığı müddətdə yenə bir şəkildə o sistemə xidmət eləyirdi. Sadəcə Yamal çox belə sehirbazdır deyə. Pedri də möhtəşəm idi. Pedri'nin orada bir iki futbolçunun arasında topla keçdi. Sadəcə biz Barcelona haqqında nə deyim mən? Yəni hər gözəlin bir eybi olmalıdır. İndi Barcelona indi futbol əgər best model of the world saysaq və bütün komandalar xanımlardırsa, Barcelona ən gözəl xanımdır hal-hazırda. Və hər gözəlin bir eybi olmalıdır. Bu da müdafiəsi. Okey də. Olsun da. Əkvədiyimiz ki, olsun da. Okey. Keçən mövsüm, bir dənə xırda xaşiyə çıxacağam, oradan bir yerə bağlayacağım çünki. Keçən mövsüm bütün Avropa gözləyirdi ki, PSG ilə Barcelona Çempionlar Liqasında qarşılaşsın, qarşılaşmadılar. Ayın biri oyunlar var Çempionlar Liqasında. Nədir proqnozlarınız? Harda oynayırlar? Barcelona meydanında yox, Barcelona meydanında oynayırlar. Məncə bol qollu bir qarşılaşma olacaq. Sadəcə PSG də biraz pis vəziyyətdə gəlir çünki zədələri çoxdur. Doué'dir, Dembele'dir, Kvaradır. Yəni vəziyyətdə yaxşı deyil. Ona görə də məncə burada biraz da favorit Barcelona'ya görə. 3-4
3-2, nə bilim Hə, belə bol bir qollu oyun. bir oyun Hə. gözləyirsən. Ya da çox momentlər olacaq məncə, yəni Açıq futbol. açıq futbol, yəni məhlə futbol olacaq. Tappaturub olacaq. Hə, kim kimə qoydu. Onsuz da ikinci turdur da, yəni kim Hə. uduzdu, kim qalib gəldi orada Yox heç da, nə. hə. Heç nə şey həll eləmir. Ona görə də maraqlı bir futbol gözləyirəm. Çox maraqlıdır İspan məktəbi futbolunun. İki nümayəndə. Yox, biri İspandır, prosta Fransada oynayır, biri Hə. Almandır, prosta İspaniyanı təmsil edir. Yəni maraqlı olacaq. Görək də. Sözü verim Ələkbər abiyə, rahat ürək sözlərini boşaltsın. Milan-Napoli oyunundan danışaq. Deməli, belə bir statistik oxudum. 37% topla oynama 0.95 XG ilə 2-1 uddu Allegri oyunu və liderlik postuna oturdu. Belə deyim, o 37%-lə, nə bilim 0.94 XG ilə, yəni o 52-ci dəqiqəyə qədər meydanda bir dənə komanda var, o da Milan idi. Yox, mən Çünki sözünü kəsəm. Mən oyunu sonradan tamamını izlədim. Siz bilirsiniz, mən oyunu yarımçıq baxmışdım. Dekonstrakt oynayıb. Oyunu sonradan 90 dəqiqə izlədim. O 90 dəqiqə ərzində zaten meydanda bir dənə komanda vardı. O topla oynama faizinin aşağısı olduğunu Milanın əksikliyi kimi demirəm. Sadəcə topu Conte verdi ki, götür görüm nə edə bilərsən. O da olmayacaqdı. Onu demək istəyirəm, o da olmayacaqdı. O da heç nə Çünki bilmədi. bir dənə Tupoy oyunçu var Milan heyətində. O familiyasında Tup sözü var. Estupinan. Yəni o Tupoy'dur da oradan bu oyunçu. Ekvadordan gəlib. Bilmirəm, hansı narkotrafiklə zad nətərsə düşüb Avropaya bilmirəm. Brightondan gəlib, bro. Brighton'a gəlib nətərsə dəniz yolları ilə çıxardıblar onu o vaxt. Yox, yaxşı müdafiəçi. Ha, sən canım Tupoy'un birisi də kişi. O Teo. Tupoyluq elədi də, okey. Hər oyun sən baxsan İtaliya mətbuatına, orada La Gazzetta dello Sport var məsələn və yaxud hansı digər başqa qəzetlər olsun. Onlar hər dəfə verirlər ən yaxşı oyunçu, ən pis oyunçu, məşqçinin qiymətləndirilməsi. Neçə dənə tur olub da deyək, 5 dənə tur deyə olub və kubok oyunları var. Onlardan ancaq 3-ündə, 4-ündə Estupinan ən pis idi. Estupinan. Doğrudan aydın, açıq-açıq görsənir ki, bu adam Teo'nun ən pis günü olsun, ha, ondan yenə də yaxşı idi. Qardaş, Teo'dan sonra bu şeydə Tupoy oyuncu olmama. Bartesagi var ha. Mən Allegri'ni tanıyıram. Allegri çox belə sərt bir məşqçidir. Mən 100% əminəm ki, Bartesagi'yə daha çox şans verəcək. Və bundan öncəki oyunda, məsələn Lecce ilə kubokdakı oyunda sən Bartesagi'ni oynadırsan, Bartesagi gedir bir assist eləyir, komanda gol vurur. Gənc oyunçudur. Bu Estupinan 27-28 yaşı var. Sən gənc oyunçunu oynatdı. Niyə oynatmırsan? Çıxdı oyuna, heç nə pis eləmədi ki. Normalində də oynadı da, normalində mübarizə apardı da. Ona görə də çox belə pis vəziyyətə saldı komandanı. Bu arada Menyan möhtəşəm bir seyf elədi. Yəni okey də Diların sonra az qalıb. Onsuz penaldısa, onsuz gol çox böyük ehtimal olacaqdı. Ay gol vursun da. 11 nəfər qalında siz. Niyə sən belə edirsən? Nə bilim çox tipoyluq elə. Amma mən orada offside fikirləşdim onu, sən də fikirləşdin. Sonra göstərdilər. Yenə də tam açıq açmadı bu epizod. Çünki orada kəlləni deyəsən Angisa vururdu və onu çəkirdi kamera, o offside kamerası. Amma McTominay ilə ikisi də qalxmışdı. Hə, amma məncə vuranı göstərdilər. Angisa yox idi offside-da, o düzdür. Mən McTominay epizodu. McTominay offside-ni göstərmədilər. Hə, imенно göstərdilər, kartinka kimi göstərdilər. Yəni biraz o müəmmalı oldu, onun üçün problem yoxdur. Milan Utonsda tak ki Allah xoşlar olsun. Hə, amma bir moment var ki, oyundan öncə bütün bookmaker kontorları açıq-aşkar favorit Milanı görürdü. Yəni uzun illərdən sonra, yəni iki dənə lider arasında belə bir oyun gedir və Milanın əməlli başlı favorit olduğunu çoxdan da yəni mən görmürdüm də bunu. Ümumiyyətlə Allegri'nin effekti. Birinci turda məsələn Cremonese uduzdu Milan. Hamı orada deyir, "Əfsə Allegri isə bunun futbolu qutardı elədi, nə bilim nə zət." Amma nə elədi? Cəmi 22 nəfəri var. Lazım olmayan adamları yığışdırdı. Məsələn, Alex Jimenez var, hansı ki deyib ki, bu məşqçi heç nə bilmir. Amma tulladı onu Bournemouth'a. Amma Kim deyirdi belə? Alex Jimenez deyirdi ki, məşqçi heç nə bilmir. Ha. Öz girlfriendinə yazıb WhatsApp-da güya. Kim ona yazmır, sən niyə zapasda qal? Bu heç nə başı çıxmır zaten. Sən doğulmayanda elə Allegri çempion idi İtaliyada. Yəni deyir ki, bu başı çıxmır bunun. Yəni bu şeydə Fuflagondur zaten nəsə belə. Ona deyir ki, daha bas bara şeyə. Sonra da Allegri bir dənə qərar verib və bir şərt qoyub ki, oyunçular ABD gələndə məsələn, opşi bir dənə 22 nəfərli stol olsun. Yəni qruplaşma olmasın və hamı vaxtında gəlməlidir. Jimenez də dəfələrlə gecikib. Bu da onun xoşuna gəlmirdi Allegri'nin. Onu deyib ki, sən oynamayacaqsın bu oyunu, növbəti oyunu. Meksikalı Jimenez. Yox, Jimenez İspan. Real Madridin oyuncusuydu da, yəni yetirməsidir.
Hə, amma satmadılar, yəni arenda verdilər. Yəni nəysə də 22 nəfərlə oynayır. Bu Estupinian kimi bu adamlar əgər belə podvaz eləyirsə komandanın hər şey yaxşı gedir. Modric özünü cırır, eləyir. Heç olmasa Modricə bax da necə oynamaq lazımdır. Modric indi Santi Jimenez yaxşı onda heç nə alınmır indi bu dəqiqə hücumda. Çox təzyiqlər var. Amma Santi Jimenez dərdən qabıqdan çıxır ki, nəsə. Müdafiədə çox zordur. Hada hər yerdə kömək eləyir də. Santi Jimenez doğrudan konkret göstərir ki, o istəyir burada oynamaq, özünü sübut eləmək istəyir və göstərir ki, mən layiqəm burada oynamağa. Modric heç öz yerində. Modric maestro. Hə, Rafa Leao çıxdı axır ki, Rafa Leao artıq dərk eləyir ki, məsələn bunun yanında Modric kimi bir adam varsa, 7 dənə adam onun dalınca qaçır. Okey, Rafa Leao birinci oyun idi, ondan çox şey gözləmək olmazdı çünki təzə başlayır şeyə. Rabiot, Adrian Rabiot çox möhtəşəm bir transferdir. Ümumiyyətlə Modriclə Rabiot ideal tandemdir. Doğrudan idealdır. Bir dənə sual verə bilərəm, bəs bu son 2 oyunda plus 2 gol, 2 assist oynadı da səhv etmirəmsə. Bir növ belə bir mesaj vermiş ola bilər Allegri şeyə ki, sən burada tək post deyilsən. Başqa bir Karol alternativi yaradır Pulisicdən. Yox, Pulisic ümumiyyətlə belə bir onun Yox, nə mənada deyirəm, Pulisic əvvəl də oynayırdı, pis oynamırdı Milanda. Amma heç bir keçən mövsüm möhtəşəm mövsüm keçirib. Yox, razıyam, amma heç bir məşqçinin dövründə belə bir baş rol namizədi kimi o həmişə hər il King Leon'da bir şey var deyə belə qaldırır. Pulisic elə bir Allegri qaldırır elə. Hər il, hər məşqçidə də Pulisic, Pioli'də də birinci turdan başlayaraq gol vurub, o qələbə gətirmişdi balonu. Keçən mövsümdə, bu mövsümdə hər mövsüm növbəti mövsümdən daha uğurludur. Ya onu demir, o sən deyirdi ki, hamı məsəl üçün Leao istəyir. Leao bura qalır. Yox, Pulisicdə o bilirsən çox belə sadiq və yaxşı bir əskərdir. Tam bir Kapitan Amerikada. Kapitan Amerika kimi də, hə. Həm də onun ambisiyası yoxdur ki, ayaq mən Vinicius fason deyil. Ayaq mən həmişə oynamalı və o komanda üçün hər şeyə hazırdır eləməkdə. Yəni bu belə tipli oyunçudur. Ona görə də məncə Leao ilə qırışmazat güya kimdir lider kimi beləsi tema yoxdur. Çünki Leao özündə də belə bir şey yoxdur. Leao özü nə qədər məsələn ona baxırsan sonu xahiş edib ki, Allegri sən rep nazarında hələ ki saxla, streamlərə də çıxma. Yəni streamlərə çıxır da arada da. Sən hələ çıxma. Yəni bizim indi vacib işlərimiz var. Yəni işimiz çoxdur, komanda təzə. Biraz ciddi aldı bu temanın da. Bu desək ki, başda rep eləyirsən də. Yox da o da. Bacarmırsan da sən. Hətta bacarmırsan. Yəni vallahi mən gündə belə trek yazaram. Bu nə trek deyir? O buydu sən belə qabağında. Yəni dağlar boyda karyeran var, Himalay boyda karyeran var. Sən gedirsən hansısa belə qərə güdə reperlərlə belə gic. Onun yanında ətrafında olan reperlər də konçin idi. Bura deyib ki, bu Kapaplaza ilə zadla fit eləyir. Yox da burada. Bəlkə də son albomda eləyib, bilmirəm, amma ondan qabaq yox idi. Kapaplaza deyəsən bir dənə trekində yazılıb. İndi bilmirəm ki, Kapaplaza İtalyan reperdir. Bomba reperdir. Və niyə eləyirsən də bunu? Okeydə hərdən bir şeylə, bu isə əməli başda label zat. Ada girişib əməli başda. O da bir də Moises King bilə. Onu sən Moises King sənin karyeran indi bərpa olundu. Sən yavaş-yavaş İtaliya millisində də hat-trick eləyirsən, Fiorentina'da 18-20 dənə gol vurursan sezonda. Amma biraz qabağa bax da. Bəlkə də Juventus səni götürəcək, bəlkə sən arası başqa kluba keçəcəksən. O dirəşiblər rep. Siz nədən rep oxuyacaqsa kişi? Futbol həyatından yox. Mən topu 100 dəfə çiləyirəm. Nədən oxuyacaqsan? Mən səndən daha çox çiləyirəm. Mənə çatmır da o da. Mənzədə aldığım məşqçi məni buraxmadı. Budur belə. O deyil də sizlik dəqiqənin işinizlə məşğul olun da bu ildə. Və zor deyilib Allegri. Sadəcə Allegri çoxları məsələn Allegrini son Juventus dönəmindən xatırlayır, amma İlk Milan dönəmi və ilk Juventus dönəmi necə ki mən həmişə dedik ki, Allegri gəldi Conte'nin ölmüş komandası necə ki hamı bilirdi ki, Conte'nin Juventusu zəif Juventusdur. Allegri gələn kimi göstərdi ki, bu Juventus zəif deyil, Conte zəifdir. Gəldi, yapışdırdım da Conte'yə. Bir dənə moment lazımdır mənə, sadəcə bir dənə moment. Diego Conte. Pası da öz yaradır özdən. Hə, pası da özümə. Biz pas vermirsiniz, mən özüm pası verirəm də özümə. Fərqə bax da, yəni Allegri misal üçün komanda 2-1 durub azlıqda qalıblar. Amma o meydana elə bir hücumçu salır ki, o topla qabaqda nəsə eləsin. O Polnu Jimenez saxlaya bilər. Çünki Jimenez Leao'dan qat-qat müdafiəyə meyilli. Orada qırmızı olmasaydı saxlayacaqdı. Bilirəm bura. Qırmızıya görə eləyib onu. Bilirəm də. O da görür ki, burada qırmızı var məndə. Mən topu zaten qabağa vuracağam. Mənə orada bir dənə futbolçu lazımdır ki, ən azı 30-40 saniyə topu ayağında saxlasın. İndi Leao misal üçün daha yaxşı formada olsaydı, zədədən sonra yox, misal üçün sezon əvvəlindəki kimi Leao olsaydı, bəlkə Leao orada 2 dənə gol vurardı. O epizodlardan Leao gol yaradacaqdı. Çünki Leao o potensialı var. Yəni Napoliyə dəfələrlə belə itələyib də belə tək qaça-qaça. Sadəcə mən deyirəm ki, bax Conte komanda uduzur və ən kreativ futbolçunu yenidən çıxardır. De Bruyne. De Bruyne qısası orada
Gördün biraz şeylər ara mənə çıxardınız. Nə qədər onlar əsəbləşər də qardaşda. De Bruyne çıxardıb sən hansı qol epizodu yaratmaq istəyirsən? Heç nə yaratmadı. Bir dənə nerəsində? 30 metrdən zərbə vurmaq qol epizodu yaratmaq deyil. Amma orada sənə dedim ki, o Politano'dan qat-qat yaxşı idi Neris. Neris oradan canlandırdı Napoli'nin oyununu. No Lank'da nəsə eləmək istədi. Neres substitution kimi çox əladır bura. Elmas da pis deyildi. Elmas da pis deyil, bəs Neres daha istedadlıdır. O heç düzdür. Høylund fuflo. Høylund. Məncə Høylund yenə də Lukaku qaydanda Høylund qeyəcək zapasa. Zaten mənə elə gəlir Lukaku'nun Məncə bu oyunda Lukaku da işləyən deyildi bura. Modric'dən Rubio mərkəzi yedilər. Mən bayaq şey məsələsi deyirəm, qırmızı alandan sonra. Mən misal üçün qırmızı kartdan sonraki hissədə də Milanı ümumiyyətlə azlıqda oynayırmış kimi hiss eləmədim. Çünki Luka Modric 2-3 futbolçunun işini gördü. Adam arxada, qabaqda, ora pas, bura pas. Rabiot da həmçinin. Rabiot da həmçinin. Yəni heç 10 nəfərlə oynayırlarmış görüntüsü Rabiot ilə vermə. Modric elə bir tərləmədilər ki. 95-ci dəqiqədə Rabiot topu oradan götürür, Modric topu buradan götürür bura. Bir də Luka Modric Milan futbolçularına da Serie A-ya da professionallıq dərsi verdi. O oyun bitəndən sonra onu elə sevinməyi. O super sevindi. Yəni 40 ilin Milan legendası kimi. O deyib ki, mən futbolu sevirəm. Bu adam deyib. Yəni bu adam heç bir saniyə də fikirləşmək istəmir ki, mən qocalandan karyeramı bitirəcəm də. Nəyi yeyəcəm görəsən. Doğru belə adamlar bəlkə də futbolçu ölər. Doğru da egosu da yox deyə epizodda məsəl üçün kimsə rəqibin arxasıca qaçmayan da gedir qaçır onun əvəzində. Ego eləmir ki, mən Luka Modricəm, mən niyə qaçım söhbət eləmir. Vuruşu son ana kimi. Epizod var idi. McTominay topu alır, topu qabı Leao topu itirir, top gedir o birisi güncdə baxıram ki, Luka Modric artıq ordadır. Lang Navez'in Luka Modric başı ilə Navez'i çıxardır. Neresin məsələn onda? Neresin zərbəsini brat. O McTominay bir dənə kadr axırda var və gəlib biraz stilini dəyişib, biraz uzun. Bir sən kimə oxşayır? Modern Talking 85-ci ilin Dieter Bohlen zat. Onu bir dənə verərsən, kopya ona oxşayır. Aslında De Bruyne eyni saç düzü verirlər. Əkiz qardaş kimi fırlanırlar. Və əlbəttə ki, mən Milanın ikinci qolunu qeyd etmək istəyirəm. Çünki bu, yəni mən yadıma düşdü nəyə gətirirdim. O Allegri söhbətini Conte'dən fərqli olaraq. Allegri Liverpool'a Juventus'a gələndə Allegri'dən misal üçün hamı belə də düşünürdü ki, niyə görə Lichtsteiner kimi futbolçu Juventus'da ümumiyyətlə oynamalıdır. Amma Allegri onu çox bəyənirdi və Allegri Lichtsteiner Allegri üçün yəni çox belə əla bir gedişat idi oyuna ərzində. O həmişə Lichtsteiner'i çıxardanda oyunda nəsə baş verirdi. Elementar Barcelona oyununda da elə olub, Real Madridin oyununda da elə olub da, yarım finallarda. Və burada da Pavlovic Fafana'ya pas ötürür. Və Pavlovic winger kimi oynayır. Fafana mərkəz forward kimi oynayır. Atakı isə Menyan başlayır. Menyan gör necə taktika dəyişir. Menyan topu Rabiot'a verir. Rabiot olur mərkəz müdafiəçi. O da verir Modric'ə. Modric çəkilir sağa. Tomori qaçır güya bu apornikdir. Bütün diqqətlə gedir Tomori. Çünki birdən bunlar top itirsələr, əgər müdafiəçi yoxdur axı və bütün Napoli futbolçular başladılar cummalı Modric'in üstünə. Əlbəttə ki, səndə maestro olmalıdır. Burada başqa bir oyunçu olsaydı topu itirərdi dərhal. Fafana orada itirərdi topu. Amma Modric biz bilirik ki, Modric 30 ildir futbol oynayır, 30 ildir top itirmir bu insan. Və Modric orada ustalıqla tapır, səhv etmirəmsə Pulisic tapdı, Pavlovic tapdı. Pavlovic qaçır və sən fikirləşsən müdafiəçisən də, Napolidə durursan belə. Sən fikirləşsən ki, Pavlovic nə Fafana nə attırır burada. Və onları heç fikirləşmirsən sən. Amma Pavlovic ötürür, düppədiz ötürür. Bu ev tapşırığıdır. Burada başqa variant yoxdur. Ötürür Fafana bir toxunuşla sadəcə. Bu mərkəzdən Pulisic girib bir kasaniyə. Hətta bu gözəllik. Birinci qoldan sonra Pulisicin Fofana'ya ötürüb qapısı ilə təkbətək bir momenti var. Yuxarıya vurur, batırır. Bu əslində ilk hissədə bir xeyli qol imkanı var idi. Bəlkə də ev tapşırıqlar barəsində, yəni Allegri dünya futbol tarixində ən yaxşılardan biridir. Yəni məşqçini qoyulan bir kənara, amma ev tapşırığı və bir insan oyuna bir 10-15 dənə qol vəziyyəti ilə çıxır. Yəni biri var sənin sadəcə taktika qurursan ki, bax uşaqlar biz belə oynayacağıq və epizod olaraq bəzi şeylər istifadə etmək lazımdır. O isə qapıçıdan 10 dənə ev tapşırığı var və o ev tapşırığının ən azı 2-3-ü, yəni oyunda baş tutur. Bu çox məhdud. Mən Allegri'də bunu həmişə sevirdim.
Həmişə sevirdim ki, Allegri ona lazım deyil ki, kimsə sürətli olsun, kimsə nəsə etsin zadı. O öz beynində oyunu qurur. Udzanda da özünə görə udzur da. Yəni demir ki, futbolçuların Amma qazdır. çox yaxşı taktikdir. Kevin De Bruyne ilə olan konflikt və s. yəqin ki, xatırlayırsınızsa Chelsea dönəmlərindən Conte'nin ikinci çempion olduğu sonraki mövsüm 2-3 nəfərlə konflikti düşür və mövsüm sonunda gedir. Conte o siqnalları verməyə başlayıb. Və elə mənə elə gəlir ki, mövsüm sonunda sağollaşacaq Napoli ilə. Conte? Hə. Ola bilər, niyə də yox? Zaten 2 ildən çox olmadı. Bir də Juventus oldu da. Ümumiyyətlə yəni Napolidən gözlənti o qədər də yüksək deyildi də, yəni ki, bu mövsümdə eyni templə davam eləsin. Yəni De Bruyne gəlişi okey də, De Bruyne gəlişi okey, bəlkə bunları nəsə dörtlükdə saxlayar. Amma yenə də favoritlərdən Biri deyil. Yəni Conte oyuna görə deyirəm də. Yəni Əlbəttə, o məşqçi deyil ki, ona deyəsən ki, Çempionlar Liqasını sən udursun zaten. Məsələn, bacarmır. Amma bu Napolinin heyətlə də bütün oyunları deyəməzsən də. götürsən, bu ilki oyunları götürsən. Hansı ilə Bu- bacardı ki? Bundan öncəki turda məsələn 95-də vurub, Angisa Varovski Hə, vurub hə, 1-0. Yəni belə də çox belə непонятlı oyun azadla belə Tigamoçinu deyək də buna. Meydana buraxdığı 11-lik Thiago də Motta. belə baxanda mənə çox imponiyyət təsir bağışlayır. Yalan deməyim, bütün Napoli oyunlarına oturub baxmıram. Okey 4-1-4-1 kimi düzülmüşlər də meydana. Ən azından belə klassik modern wingerə yaxın bir futbolçusu yox idi. Arada Politano. O effekti vermir. Lang zəmində də Lang olacaq. Naolangdır, Neres. Neres'dir. Onları ən azından üçün bileyim mənə elə gəlir start heyətdə başlatmalı idi bu oyunda. Çünki sən titul rəqabəti apardın. Qorxur axı bu. Hə də yəni ora Həm də gətirən. McTominay dünən çox zəif oyun keçirib. McTominay bəlkə Və zəif oyun keçirməyib, brat. McTominay Modric'in səviyyəsi deyil Başa axı. düşürəm. Əlbəttə. Özünə görə öz yəni uroveni var, leveli var. Öz urovindən də aşağı oynayıb. Nə qədər səhv eləyib, Qardaş, top hesab itirir. elə sən McTominaysən, sən Labotkasan, sən Angisasan, bir sən De Bruyne. Labotka demiş ki, Labotka Napolinin yaxşı oyunçusudur. Labotka ümumiyyətlə Napolinin son illərin ən yaxşı oyunçusudur. Məsələn çıxırsa sənin qabağında bir dənə dünya çempionu, bir dənə dünya çempionu finalında olan insandır. Birində Dünya Kuboku var, birində 6 dənə Çempionlar Liqası var. Ha sən istər-istəməz deyirsən ki, ala qardaş, ala mən getdim, hepsi qurtardı, getdi. Bu sənin üçün Interin yarım müdafiəsi deyil, Juventusun yarım müdafiəsi deyil, Modric qabağında durub. Sən Modric'in oyununa YouTube-larda baxırsan, öyrənirsən ki, oy bu topu belə eləyib, mən də belə eləyim də qardaş. Sənin qabağında Modric çıxır, özü də dayanmır. İstəsən sənin psixologiya və şey verir də. Məsəl üçün məhəllədə elementarla gedirsən, oynayırsan, görürsən ki, hansısa 12 yaşlı uşaqdır ya, yəni. Əşya 12 yaşlı uşaqdır. Və birdən-birə o başlayırsan yormağa, sən şuqanya düşürsən. Eynisini də burada baş verir. Çünki Modric'lə Rabiot psixoloji olaraq yedilər. Orada bir moment vardı, Rabiot 3 dəfə dalbadal eyni qayda pozuntusu ilə axırda sarı vərəqəni aldı da. Labotka vurdu elə. Labotkanı vurdu. Sonra McTominay eynisini vurdu. Sonra yenə McTominay vurdu. Da o Mactominay Rabiot ilə üz-üzə gəlmək istəmir. Hə. Bu psixoloji söhbətlərdir. Buna görə də Rabiot'u ona görə Allegri sevir də deyirlər də. Allegri Rabiot Allegri'nin oğludur da deyirlər. Keçən Premier Liqaya. Premier Liqaya xahiş edirəm. Bir abırçılığa. Okay. Comeback is complete. Arsenal comeback elədi Newcastle qarşısında. İzləyirdiniz yəqin ki oyunu. İzləmirdi. Dinən nəyə baxırdın? Hə. Dinən. Yox, mən izlədim, son 10 dəqiqəyə baxmağa başladım və orada Arsenal möhtəşəm oynayırdı. Amma mən bundan öncəki vaxtda çox möhtəşəm bir derbi oyununa baxırdım. Şahidlik edirdim. Və bu oyunun adı da Viyana derbisi idi. Rapid Viyana, Avstriya Viyana. Sonra dediniz ki, tennisə baxaq. Hə, cəmaət Avstriya çempionatına baxır. Çox möhtəşəm oyun idi. Viyanaya Avstriya. Osmanlılar bu qədər dəyər yükləməmişdilər. Okay. Brat, nədən danışaq? Nədən Valla danışaq? mən belə Hakimdən? Hakimdən başqası yoxdur danışılası bir Gəl şey. hakimdən danışaq da brat. Bax Gökeres'in epizodu var idi. Elangan Gabriel'in epizodu var Penal. idi. Hakim nə işə Ya qulluq qaydalar edir? dəyişib. Onu girib oxuyacağam mən. Yəni mən bu verilişdən sonra gedib o kodeks açacağam hakimləri ilə. Kodeks. Nizam qaydaları nə deyirlər ona? Cinayət məcəlləsi. Hə, o məcəlləni açacağam, oxuyacağam. Əgər Popun deyirəm, Nick Popun vəziyyətində, xora fırılsan Popun olur da. Nick'in vəziyyətində orada hakim vara baxmağa gedəndə mən fikirləşdim ki, bunlar sarı yoxsa qırmızıya baxırlar. Çünki okey, Nick Popun yəni öz pozisiyası, o qapıçı pozisiyasına düşdü və Nick Pop ayağını tərpətmədi. Sadəcə qapıçı pozisiyasına düşdü ki, birdən mənim üstümdən aşırılar, mən topu çıxardım. Ona görə sarı vərəqə, qırmızı vərəqə verilmir. Çünki o Gyökeres'ə oynamaq təşəbbüsü yox idi ona. O topu oynamaq istəyirdi. Və top biraz toxundu. Mən dedim ki, hep sarı vərəqə verəcəklər, penalti verəcəklər. O bu da qayda deyir ki, penalti yoxdur. Onda necə olmalıdır ki, qapıçı yəni gəlsin Başqa nə etsin? yumruqla vursun ki, yəni sən bura qol vurmayacaqsan. İstər-istəməz deyirlər, orada
topu oynamaq istədi. İstər-istəməz любой epizodda demək olar ki, ştraf olanda oyunçu top oynamaq istəyir. Heç kəsin ağlında keçmir ki, mən gedim bunu sındırım. Redki, sən Pepe ya Roy Keane-sən də. Redki ağlıma gəlir ki, mən səni sındırım gedim. Hamı topu oynayır, çatdırmır özünü topa. Çünki sənin qabağında olan futbolçu daha sürətlidir səndən və sən foul eləyirsən. Yəni foulun məqsədi budur. İkinci moment. Okey, burada penalti verilmədim dedim, hakimdir də, səhv eləyib. İkinci momentdə, çünki mənim xoşuma gələn nədir? Mən niyə görürəm ki, biz gedib bunu oxumalıyıq? Çünki bəlkə də hakim düz deyir, biz indi qınıyırıq onu. İkinci momentdə və hakim bu oyunda hər şeyi göstərirdi və deyirdi, niyə görə burada penalti. Elanga epizodunda Gabriel'in topa əlini dəymişdi. Gabriel uzanır, Elanga topu vurur. Top gəlir Gabriel'in ayağından sürtüb, bax belə ələ dəyir. Və istiqamətini dəyişir. Başqa nə olmalı? Penalti pisinə görə verməyiblər. Çünki top ayağından sürtüb. Gabriel'dən çıxıb da top. O bilsən hansı qaydadır? Top oyuncu müdafiəçi bədənindən ələ dəyib. Elə bədən olur, brat. Bu belə deyil. Və orada təzad yaradan söhbət odur ki, Elanga'nın ayağından çıxan top Gabriel'e dəyib istiqamətini dəyişmir. Amma Gabriel'in əlinə dəyib istiqamətini dəyişir də, yəni. Bəs onda Liverpool'la Crystal Palace oyunda niyə görə Salahın əli sayılmadı? Evə aparırdı Salah topu, belə. Michael Jordan, brat. Şeydir, Diego Maradona, Tanrının əli kadrına oxşuyurdu Salah. O niyə penal deyil? EPL. No. İngiltərədə kimi biabırçı hakimlər. İspanlar biraz çatırlar, Gül var. Bir-iki ilə bəlkə çatırlar, amma bəlkə də qaydaları dəyişiblər, brat. O dəfə yanında deyil, mən Çempionlar Liqası olanda bizim bir hakim, adını demədilər, hakimdir. Deyib ki, Griezmann'ın epizodunda Liverpool'un birinci qol buraxdı, Llorente'nin qolu. Griezmann kəsildi. Offside deyildi. Griezmann Alisson'un qabağını kəsmir, çünki Alisson həmin o küncə tullandı, deməli Alisson görürdü. Yəni burada Alisson'ın reaksiyası bir də, yəni sən qoysanda çıxada. Yəni orada mən tullanmayacaqdım, Alisson tullanmalıdır da. Qapısı da o reflektiv olaraq tullanır. Bəlkə qayda budur, brat. Çünki orada qayda olsa da çox qəribə qaydadır da. Ya onda necə penalti qazandım mən? Yəni Gökereş başqa eləməliydi. Ya da Gabriel'in epizodunda ancaq belə penal. Gabriel gəlir ayağından topu əli ilə götürsün, onda penal versin. Elə şey olur, orada başqa nətər eləyək? Ziya demişkən nətər eləyək bunu? Zarafat, mən bilmirəm, baxıram futbola, misal üçün mənə bəziləri yazırdı, misal üçün sizcə burada penalti deyirəm, qoş bilmirəm. Mən nə bilim, mən qaydanı oxuyuram, burada başqa cür yazılır. Sonra deyir ki, bu belədir, sonra deyir ki, bu belədir. Mən nətər bilim? Mən futbolcu baxıram bura, bir prosta otururam. Və futbolçular var qeyb dirəşirlər hakimlə. Mən çatmır bura. Niyə deyirək dirəşirlər? Hakim deyir ki, ya bu asıram da. Luis Enrique məsəl tapşırıq verir bəs futbolçularına ki, bəs futbolçu deyir ki, heç biriniz kimsə hakimlə spor arasında mən ştraf yazacağam. Yox, yəni mən xatirimə gəlmir. Vardan əvvəl bu qədər də belə söhbət epizod olmur. Bir gün mən deyirəm də, hamı bir gün söyürdü hakimi, sonra yaddan çıxırdı. Qutardı getdi. Daşı Evrebi. O da yaddan çıxdı bir ara. Sonra indi baxırsan ki, var bilin, deyirsən ki, o dəfə dedim də, sənin üzvə baxa-baxa deyirlər ki, sən səhvsən qaqaş. Get nə istəsən fikirləş. Düz Arsenal qalib gəlməli idi. Arsenal Newcastle-dan daha yaxşı futbol oynadı. Əsasən də ikinci taymda. Arsenal qalib gəlməlidir, Arsenal qalib gəldi. Bəlkə də Arsenal o penaltisini vursaydı ümumiyyətlə şey olardı ki, oyun başqa istiqamətə gedərdi. 100% və Newcastle o qolu vurmayacaqdı. Newcastle-ın qolunda da, yəni Voltemade, okey, bu artıq hamı, heç kim bunu saymır. Kıstaçı. Davam, yadıma düşür, davam edir. Arsenal ikinci qolu. Saliba orada foul eləmirsə, yəni nə etmək lazımdır ki, Saliba qapçını popu belə tutur. United-la 6 ay bayandırın epizodda elə oldu. Mən də fikirləşirəm ki, Nick Pope, biz nə qədər təriflədik oyuna baxa-baxa, yəni qrupda yazışırıq, təriflədik ki, Nick Pope niyə mən də girdim, baxdım, gördüm, s**adı ki, bu təriflə səhərdən bunu. Və Nick Pope çıxırıb belə, özü güc-gücə çıxdı da, belə təkrardan belə görsən, dinamikada daşınır. Dinamikada görürsən ki, Nick Pope belə eləyir. O, sən bir hamıda hündürsən orada, 1.98 boyun var, tut belə topu sürdü. Sonra təkrar baxıram, bura. Nick Pope çıxır topa, Saliba onu belə saxlayır, belə, imkan verir çıxmağa. Telexanı teldilir. Yoxsa, qol sayılırlar. Yəni bunun kimi biabırçı oyun mən çoxdan da görməmişəm burada. Yəni bu qədər hakim səhvi. Buna heç vara baxmadılar burada. Nick Pope da spor eləmirdi. Qəbulandı da. Nick Pope heç penalda da spor eləmirdi. Demirdi ki, top mənə toxunur. Dedi ki, belə spor eləyən Allahdan nə gəlirsə razılaşır, onun qapısında durur. Çox qəribədir. Çox qəribə. Valtermanın misal üçün gah deyirlər ki, bu biraz itələyəndə penal olur.
Qol sayılmır. İndi Valtemar biraz düzdür, biraz 10 epizodda var da Gabriel'lə yumruq Hə də vurur çənəsinə. Gabriel, yadıma düşür, dinən. Brad, Valtemar da qaçır. Gabriel buna belə eləyir. Valtemar sadəcə dayanır, belə qoydur, bunu sən niyə izləyirsən qaqaş? Sonra hakimə yaxınlaşır, deyir ki, bu mənim üzümə vurur. Sadəcə mən yıxılan oyunçu Artist deyiləm. deyiləm, Mən artist deyiləm. Mən Mən yaxınlaşıb Almanam. sənə dedim, get vara bax. Hala, ani var tibi. Burası həmsə Almaniya zad deyil, vara baxırıq biz. Ürəyimiz necə istəyir elə deyirik. Yəni orada Valtemar da olmasaydı, misal üçün, Bruno Guimaraes orada olsaydı. Bir dənə şüvən salardı orada Brad. Bütün Braziliya bilərdi ki, Gabriel bunu vurub da. Yəni yaxşı, okey də, onda bəzi futbolçular düz eləyirlər ki, yıxılırlar Brad. Deməli, zor eləyirlər. Lazımdır da. Lazımdır. Deməli, bugünkü futbolda, bu yaxınlardan aslında ekspert demişdi bunu. Bugünkü futbolda lazım ki, hakimlər fikir vermirlər sənə. Sən yıxılmalısan, ölməlisən ki, hakimlər gəlsin, vara baxsınlar. Foul vermək məsələsi yoxdur, foul almalısan. Almalısan. Tələb edib almalısan. Yəni, Gabrielin hərəkəti qırmızı vərəqədir. Gabriel olmasaydı, qol da olmazdı. Yəni, okey, Arsenal yaxşı oynadı. Arsenal indi bu hakimlərin səhvlərini çıxmaq şərtində Arsenal qələbə qazanmalı idi bu oyunda. Amma bir oyunda biz neçə dənəsini saydıq? 6 dənə saydıq da. 4-5 epizod sayırıq da. İndi gör nə qədər mikrofonlar var idi ki, hansı ki oyunun taleyini həll eləyirdi. Amma bir məsələ var. Məsəl üçün Ezeni bir neçə tur əvvəl solda yoxladı. Martinelli'nin yerində. Keçən tur Sakan yerinə sağda yoxladı. Bu turda Mərkəzdə. Gökeres'in arxasında da 10 nömrə. Eze'yi hələ də bir sistemdə yer tapa bilmir elə bil. Yox, çünki Arsenal tam olaraq fit deyil axı. Odegaard gah oynayır, gah oynamır. Madueke getdi. Madueke getdi. Məncə Gökeres oyun yaxşı oynadı. Ayalı oynadı. Gökeres yaxşı oynadı. Arsenal komanda olaraq Gökeres oynamadı. Yox, bax, Gökeres bu oyunda artıq da nəhayət ki başa düşdü ki, Gökeres targetmandır. Və hətta orada bir atak var idi. Biz səndən dedik ki, necə bomba bir atak oldu. Rice'ın Trossardda olan pası. Orada Gökeres mərkəz hücumçu olaraq yox, out tərəfi çəkildi. Raya topu ona atdı və istərsən məsələn 2 dənə mərkəz müdafiəçinin biri gedir Gökeresin yanına. Gökeres topu saxlayır çünki Gökeres saxlamalıdır da topu da kim olursa, Şar olsun, Botman olsun, kim olsa Gökeres topu saxlamalıdır. Gökeres saxlayır, topu Eze verir, boşluq yaranır, Rice qoşulur və orada əla bir əks hücum alındı. Hücum alındı orada və nəhayət ki targetman olaraq onu oynatdı. Bəlkə də Gökeres buna görə biz 20 plus vurmayacaq. Maksimum 15 top vuracaq. Maksimum. Amma komandaya faydası daha önəmlidir məncə də və o Gökeres buna razılaşsa ki, mən targetman kimi oynayıram, hər şey əla olar. Və məncə bunu mütəmadi olar. İndi ancaq bu oyunda mən bunu gördüm. Başqa əvvəlki oyunda yox. İlk dəfədir bu oyunda yoxladı. Bəlkə də Newcastle müdafiəsi ilə də əlaqəli bir şeydir. Hündür müdafiəçilərdir. Ümumiyyətlə Newcastle desən ən hündür komandadır Premier Liqada. Və hündür müdafiəçilərdir və bu məcburiyyət qarşısında qaldı artıq və onu targetman kimi oynadı. Amma məncə növbəti oyunlarda bunu yoxlamaq olar. Çünki Gökeres demək olar ki, bütün topları qəbul edir. Bütün hava toplarında Gökeres birinci idi. Bu arada futboldan kənar bir məlumat vereyim. Daniel Craig'dən sonra yeni James Bond'a bildiriləcək Florian Wirtz'i təsdiqlədilər. Bütün Twitter mırtlaşır Agent 00. Ben de görəndə dedim o. Wirtz də dəqli. Elə bir agent də işdə eləmir. 0-0-0-0-7 0 asist, 0 gol, 7 nömrə. Oy vələ, nə qədər mən gülmüşdüm. Və bu çox pis oynadı ya. Crystal Palace oyununu çox bərbad oynadı. Bir %100 Sabosların pasında gol epizodunun içinə elədi. Sən həmişə deyirdin ki, Liverpool çox necə oynayır deyirdin sən onu? Səmərəli. Hə, Liverpool çox səmərəli oynayırdı. Bu dəfə və sonda çıxardırdı oyunları. Burada isə tam əksi oldu. Əksi oldu. Eləyə bilmədi elə. Glasner o bağı mı tutdu yoxsa Liverpoolun oyunu almadı? Glasner'ın işi göz qabağındadır. Çox möhtəşəm bu mövsüm vəbşi əladılar. 18 oyun uduzmadı. Çox gözəldir. Yəni favorit də Liverpool deyildi oyundan öncə. Bu oyuna qədər liqada 2 dənə məğlub olmamış komanda var idi. Və mən baxırdım böyük əksəriyyətdə hamı deyirdi ki, Liverpool udacaq. Glasner bütün dünyanı belə götürdü. Pis. Çox superdir. Yəni yaxşıdır. Keçən ilki Aston Villa deyək də bu ilki. Yox, ondan da daha sistemli oynadı. Glasner haqqında 3 ildir, 3-cü ildik, yox 2 il deyək. Çünki burada mövsümün əvvəlində bu klassik göstərir. Olisə getməmişdən qabaq, sonra Olisə getdi, Eze tək qaldı. Bir dənə zarafat var idi. Glasner axı qışda gəlmişdi şeyə.
Glasner haqqında zarafat var idi ki, Glasner sezonun sonlarında Crystal Palace-dan 2009 Pep Guardiola'nın Barcelona'sı eləyirdi. Bir dəfə Pep Guardiola'nın Barcelona'sı sezonun əvvəlində başladı da. Yəni Glasner çox əla məşqçidir, çox möhtəşəm məşqçidir və Glasner'ın əsas sən demişsən bayaq dedin, sxem var. Kim olursa oynasın, eyni tipli sadəcə futbolçu. Eze yoxdur, Eze'nin yerinə Sar oynayır. Olise yoxdur, Olisini başqası ilə bağlı. Və oyundan sonra özü açıqlama verib. Biraz da güman edirəm ki, jurnalistlər bu Amorimin sistem məsələsinə görə iynəliyiblər oradan. Sistem üzərində sual verib. Deyir ki, mənim üçün sistem məsələsi deyil. Sistem mənim üçün vacibdir deyil. Mənim üçün vacib olan futbolçu meydanda öz işini necə yerinə yetirir. 100% bura. Və Yəni, Glasner'ın Eze olmasın, başqa biri o işi görsə deyir, mənim işim yeni işləyir. və Glasner'ın 3-4-3-ü, yəni tamam fərqli Başqa bir şeydir. Tamam fərqli. O klassik 3-4-3-də ki, hamı qabağa qaçır. Glasner 11 futbolçu ilə müdafiədə oturur, amma Liverpool ilə hücuma 7 nəfərlə çıxırdılar. Yes. Nətər çatdırırlar? He was night, brat. Mateta bir ara bir dənə sprintlər atırdı 70-80-ci dəqiqədən sonra. Belə qalırsan ki, o yorulmursan sən. Mateta orada 3 dənə 4 dənə vurmalı idi. Birinci taymda elə vurmalı idi. Hə. Qaydaq slota. Glasner, yəni slot Glasner'ın, yəni o söymək istəmirəm. Şehit. Deyil də, brat. Sol dırnağı deyil. Yəni Glasner səviyyəsində əgər biz məşqçiləri müqayisə ediriksə, yəni slot yenə öz əvəz etmələrlə sən 1-0 uduzursan, sən sağ müdafiəçini çıxardırsan, ora Sobosalayını atırsan. Sən Bradley'ni çıxardıb Sobosalayını sağa niyə atırsan? Bu bir. Çünki Sobosalay, Sobosalay hər yerdə oynaya bilər. Biz bunu artıq görmüşük, amma Richards, Mitchell, yəni bu sürətli wingerlərdir. Özdə onlar həmişə bu yeganə ki, bu axırıncı dəfə mən Ferguson'da görmüşdüm ki, wingerlər öz flanqını dəyişir. Kicks gedirdi bura, Cristiano qaydırdı burada. Glasner isə bunu müdafiəçilər eləyir. 2 dənə lateral eləyir. Onlar həmişə Munoz dəyişir, qaçır bura, Mitchell qaçır bura. Onlar dəyişirlər və istər-istəməz Sobosalayını yeyəcəklər. Çünki Sobosalay artıq yorğundur. Və sənin söz və qüvvət müdafiəçinin yerinə keçirməzdən əvvəl ön xəttdə sənin bəlkə də ən yaradıcı futbolçun Sobosalay idi. Onun da arxa həyətdə məhrum oldu. Biz Bradley əla oyun keçirdi. Bradley əla idi. Möhtəşəm idi. Bradley həqiqətən Çox əla yaxşı idi. Oyuna Konate olub. Birinci taymda Konate bir gün Mateta Konate sən yedi, brat. Mateta Kamada elə. Kamada götürmüşdü bütün Liverpool yarım müdafiəsini fırlayırdı belə. Bax Huyson Sorlot, Konate, Mateta. Eyni şeylərdir. Epizodlara bax bura birə-birdir də. Onda belə baxır ki, top uçur, Van Dijk fikirləşir ki, Konate topu çıxardacaqdı. Özü qaçır bu tərəfə. O bir də dönür ki, o Mateta təkbətək durur. Konate çox uşaq səhvləri deyil. Konate yaxşı müdafiəçi ümumiyyətlə deyil də. Ümumiyyətlə Liverpool hələ də bir dənə ikinci normal müdafiəçi ala bilmir də Van Dijkdan sonra. Dünyanın ən yaxşı müdafiəçisi aldı, bir dənə tandem tapa bilmədi. Hələ bir dənə tandem tapa bilmir ki, yəni sadəcə onlar Van Dijkın fonunda hamısı yaxşı oynayırlar da. Amma belə birə-bir mübarizədə Mateta da maşallah belə atletdir də, belə basketbolçu olmalı idi. Və Glasner'ın taktikaları, Glasner'ın keçidləri, ümumiyyətlə bu Wharton'la, Hughes'la mövqe dəyişirlər. Wharton, Hughes olurlar mərkəz müdafiəçi, Gehi olur dayaq yarım müdafiəçi. Belə baxırsan riyaziyyatdır da, elə futbola baxmırsan, belə həndəsədir belə. Deyirsən ki, Allah qışsan nə edirsən belə? Çox diqqət eləməyib baxanda da beyni yanır ki, burada nə qədər flexible dəyişikliklər var meydanda bir komanda içərisində və çox sürətli baş verir bunlar. Yəni onu bir ritm içində tutturmaq çox dəhşətli dərəcədə çətin şeydir. Ad yoxdur bura komandada. Hə. Komandada ad yoxdur ki, deyəsən ki, hə, doğrudan o yoxdur da, yəni tak. Mən gözləyirəm ki, bax Hughes, orta statistik Rasim. Roy Hodgson'dan bəri oynayır və orada zamində oturur da, bura. Mən fikirləşdim ki, Glasner gəlsə, Glasner deyəcək ki, mən Frankfurtdan gəlmişəm, mən titul qazanmışam. Hamısını o eləyir buradan. Mən normal komanda gətirdim. Ola Hughes'un normal Hughes haqqında heç kim danışmır. Hughes bəlkə də ən yaxşı dayaq müdafiəçidir liqada hal-hazırda bura. Son 18-20 oyun ərzində indi keçən mövsümdə götürək. Hughes çox möhtəşəmdir bura. Görsənmir ümumiyyətlə. Mən bilmirəm, mən Glasner fenomendir bura. Glasner mənə görə indi Pepe çıxarmaq şərti ilə indi okey, Pep bu mövsüm mövcud form. Mövcud forma olaraq Glasner Premier Liqanın ən yaxşı məşqçisidir bura. Bəli. Glasner'la indi dirəşə biləcək yeganə məşqçi Flickdir. Taktika baxımından. Amma Arne Slot'da da son 2-3 tur yox, bir əvvəlki oyunda da belə bir şey olmuşdu. Ekitike qırmızı aldı, mətbuatın qabağında Ekitikenin itin sözünü dedi. Bu oyundan sonra da adını çəkmədən Gakpo haqqında ağır söhbət edilib. Jimmy Carragher deyir ki, bu professional hərəkət deyil.
Çünki məşqçi bu hərəkətlərlə Razdivalkanı itirə bilər. Düzdür. Razıyam. Razıyam və Holland məktəbi ona görə uzun müddətli olmur heç bir klubda uğurlu olaraq. Çünki Holland məktəbində Holland məşqçilər hamısı belədir. Van Gaal çıxıb danışırdı, Dik advokat çıxıb danışırdı, bir dənə Gus Hiddink danışmırdı. O da belə də Svolski kişi idi. Getdi hər yerdə öz uğruna özü az o da elədi. 2 il burada, 1 il orada, 2 il burada, 1 il burada, 1 il burada. Qutardı getdi. Davamlı olaraq bir klubda hegemoniya aparmaq görürsünüz belə hegemoniya. Gigamoniya. Ya это сказал da hegemoniya aparmaq, hegemoniya yaratmaq, yəni çox çətindir Hollandlar üçün. Onlar taktikdirlər və nə isə bəyənmir. Ümumiyyətlə millət olaraq belədir. Sən Hollandiyada. Kimisə evinə gəlsən, məsəl üçün çay içirsən, sənə çek verirlər. Sən bu qədər. Olmusan Hollandiyada? Danışıblar. O əskərlikdə olmusunuz? Tanışmağa bax. Yox, mənim tanışlarım orada yaşayır da ona görə. Bir dənə yekun xırda mövzu Çempionlar Liqası topu da buradaymışkən, oktyabrın 1-i, yəni verilişdən bir gün sonra Qarabağdan Kopenhagen oyunu var. Nədir proqnozlar var? Kopenhagen. Kopenhagen. Yadımdadır biz keçən son lojanı çəkəndən sonra taksidə Kopenhagen Leverkusenin oyununa baxdıq. Pressingi yadımdadır onların fizikası. Nə gözləyirsən Qarabağ oyununda? Yox, səncə hamı dedi ki, Bayer Leverkusenlə belə oynadılar. Hansı Bayer Leverkusen? Yox, orası ilə razıyam. Mən 3 oyun ərzində 2 dənə məşq dəyişib Bayer rəqib baxımından deyirəm. Özü məşqçi kim idi? Jutland. Hansı ki? Jutland. Danimarkalıdır. Yes. Amma mən bir proqnoz deyə bilməyəcəm sözün açığı, amma Benfica oyunundan daha çətin oyun olacaq mənə elə gəlir. 1x. O nədir? Qarabağ uduzmayacaq. Ha, O onu deyir. Sən nə deyirsən? Mən diri X deyirəm. Heç-heçə. 0-0 yoxsa Yox, X-də prosun 2. Okay. Kommentlərdə bir dənə baxaq görək nə yazır. Hə, kommentlərdə. Qarabağ çünki səncə Qarabağın əsas məqsədi olacaq bu oyunda ilk 20 dəqiqədə qol buraxmaq. Qarabağ ilk 20 dəqiqədə qol buraxmasa, Qarabağ oyunu apardı. Hə, Benfica. Yankovic yoxdur, o çox pisdir. Hə, o məsələ var. Çox pisdir. Qarabağın 50% yoxdur. Beyni yoxdur. Hə. Çünki qol buraxsalar və imkan yaratsalar ki, Kopenhagen kontrada oynasın. Fiziki olaraq Kopenhagen çox güclü komandadır. Öz müşkülərdə canımız, ciyərimizdir. Elvin Cəfərquliyevlə Bəhlul Mustafazadə o presin qabağında dayanan adamlar deyil. Bəhlul bölməyə dayanar, Elvin yox. Bəhlulun yanından biraz sürətli keçəndə yıxılırdı keçən dəfə məsələsə. Nəysə, bu həftəlik də bu qədər əziz izləyicilər. Cümə günü lojada görüşənə yenə üçümüz bir yerdə olacağıq. Смотрите футбол, любите футбол, говорите про футбол. Futbolun başını buraxın, əsas vuvuzeladır.